Salam, mənim dəyərli izləyicilərim. Bu dəfə də sizin qarşınıza çox gözəl bir video ilə gəlmişəm. Bu videoda qənnadı sənətinin ən sehirli məqamlarından birini görürsünüz. 100 qram izamaltın üzərinə 10 qram su əlavə edib sobanın üzərində bişiririk və kütlənin hazır olub olmadığını yoxlamaq üçün isə bir stəkan su götürürük və suyun içərisinə kütlədən azacıq əlavə edirik. Əgər kütlə suyun içərisində donursa və ələ yapışmırsa, demək ki, bizim kütləmiz tam hazırdır və hazır olan kütlənin içərisinə istədiyiniz rəngi əlavə edə bilərsiniz. Biz kütləni şəkər xəmiri üçün olan xalçanın üzərinə əlavə edirik və bu kütlədən çox gözəl dekorativ vaz hazırlayırıq və onu da qeyd edeyim ki, bu kütlə vasitəsilə siz tortlarınız üçün gözəl lollipoplar da hazırlaya bilərsiniz və hazırladığımız vazların üzərini kondilin vasitəsilə bəzəyib çox gözəl görünüş veririk. Onu da qeyd edim ki, əgər belə videolarımı bəyənirsinizsə və belə videolarımın çox olmağını istəyirsinizsə, YouTube kanalımıza abunə olmağı və TikTok səhifəmizə də takib ataraq bizi izləməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.